Sizlərlə bir yerdə Stick var, Legacy oynayırıq və %3-cü səfərə davam et yazan yerdə %42 tamamlayaq. Biz bunu %100 eləyəcəyik və speedrun eləyəcəyik. Hadi başlayaq. Başladık. Okay. Magaçil. Okay. Birinci olaraq həmişə Spartanı çağırın. Büyülər də maşallah nə qəşəng büyülərimiz var. Orada Grifonumuz var, Yıldırım var, bunun adını bilmədiyim bir şey var. Zombi var, altın çıxardan var, bir də ox atan, cırt falan filan var ya. Baya bir şey var. Ha, bir tane şey zakaz edeyim. Evet. Neyse, şimdi orduyu yığaq. Okçu hala almayacağım çünkü biraz atakçı almak lazım. Oh, tamam. Baxın, qılıncımız da belədir. Tabi heç birinin deseni yox deyə belə anlatıyorum. Hala saldırmayacağım. Ben 3 madenci ilə idarə edirəm. Bir dənə bundan. Okey. Bu arada rəqibə heç nə gəlməyib. Deyən pulu yığıb deyən büyücü çal. Əzbərə bilirəm də, qardaşınız əzbərə bilir. Amma indi atak eləmək istəyirəm. Çünki speedrun eləyəcəyik adı üstündə. Bir dənə oxçu ilə gözləyin. Oxçu ilə biz uşaq vaxt bunu belə yer baxın. Hop, donk. Hop, aha atak. Gördüğünüz kimi şimdi bunları yok eləyəcək. Tabi geri çəkiləcəklər. Zaten oğlanlığın %99'u qaçmaq dostlar. Hə. Gördüğünüz kimi burada biz bunu sizin aracıyıq. Belə tutacağıq, bunlar vuramayacaq. Gördüğünüz kimi bu taktiklə qazanacağıq. Bunu tezcə öldürək. Yəni bizlər direkt rush'dır qədər. Qız kimi direkt ölməklə deyil də. Bu arada çox adamı öldürdük də. Bayağı bir şey elədik. Uf. Onu qıracağıq indi. Orada qarşı rəqibin bu arada pulu qalmadı. Yəni. Bu yəni heç bir şey spamını eləyə bilməz indi. İmkanı yoxdur. Hatta direkt kazandı. Bu kadar. Qəribə və asan. Maç neçə dəqiqə? 58 dəqiqə çəkdi. Və büyücümüz açıldı. Ay. Uşaqları yüksəltmə aşamasına gəldik. Zaten bunu yüksəltmişik. Bir bunu yüksəldəcəm. Bir də bunun qılıncını yüksəldəcəm. Hasarını çox versin. Hazır dedik və bu bizim maçımıza keçirik. Parlament özgün kırılıqları nə bilim nə zırt. Bu arada bunu mən çıxartmışam bu Spartan. Bayağı bir şeyimiz var. Ama hələlik kullan istifadə eləməyəcəm bundan. Sonunda bəlkə Griffon çağıram. Ama onlar qılınc ordusu yığırır mi? Ama bir level qılınclar var. Səhv orada öldürərik. Bir daha bunun qılıncına verdik. Lock eləyib. Bunu 2 dənə basanda belə vururdu, bilmirəm. Yəni çünki uzun süre oynamıram, biraz paslamış ola bilərəm. Bir dənə qılınc. Kalkanı azca yüksəltmişəm, ona görə kalkan. Oxçular da yığıblar. Okey, biz də oxçu çağıraq. Bizim onlarda heç bir əksiyimiz yoxdur. Qılıncı bu arada maxlamışam. Yəni max səviyyədir. Amma bunun nə işə yaradığını bilmirəm. Bunun setinin nə işə yaradığını bilmirəm. Tabi oxçuya da set çıxartmadıq. Qartladım. Cadılar. Lop. Öldürək. Özüm də oynamağı sevirəm çünki. Bunlar bloka eləyəcəyik. Bizə vuracaqlar. Biz də gəlib onları lokoləyəcəyik. Gördüğünüz kimi qaçdılar. Çünki qorxaqdılar. Bu arada hələ də atakdadılar. Biz də atak keçək.
Biz diferente keçən üçün bunlar axı bizə hücum edirlər. Neyse biraz şey kılınç. Çünkü bu arada okçu da zakazı. Okçu da biraz alaq çünkü okçular karşıda o çok okçu var. Onca da okçuyu hazırda tutar. Yani 2 tane Spartanımız var. O okçu. Okey. Okçu. Yıkılarsa bizde 3 tane bize okçu bence bəsdir. Yani çünkü biz full atak eləyəcəyik deyə. Sadece futbol maçında. Neyse bize 4-5 tane 5 tane bence bize bəst olar. Çünkü o kadar çok okçu yığmayaq. Atağa da heç nə qalmaz. Biz bunu 2016'da falan 2016 deyirəm. 2020'de, 2019'da, 2018'de oynuyorduk. Çok eğlendik o vaxtda. 1, 2, 3, 4. Bu sonuncu olsun çünkü çok şey aldıq. Tabi onların kılıççılar çok güçsüzdü ama bizimkiler biraz da olsa maxdır yani. İndi nə qaracam büyücü istəyirəm. Çünki qudurmuş ama. Neyse. Şimdi. Rəqəbə baxsaq. Aga bunlar nə qəşəngcə. Biz atak edən kimi qaçacaqlar var. Qorxaqdılar çünki. Hova. Mən də biraz oynamaq istəyirəm yəni. Osmanlı Savaşı part 1. Məncə qəşəng. Getdilər Band Force-a getdilər. Hə. Bunların taktiklər bəlli oldu indi. Biz büyücü zakaz eləyəcəyik, yəni alacağıq. Mən zakaz eləyəcəyik sözünə çox alışmışam. Şimdi büyücü gəlir. Əsas boss gəlir. İndi biz nə qalacağıq? Atağa getdikmi? Öldürəcəyik qaqa. İndi alaya atılmayacaq. Qılıqçılar öldü. Ateş. Ya havaya tullasaydım bir tane yani. Kaç. Biraz kılıç. Gördüğünüz kimi bence ben de forsa keçək diferente. Çünkü erkekliğin oğlanlığın %90 uzaklaşmak tanabilir. İndi biraz adam spamlayacaq. Ben büyücü oynayacağım. Spartan lazımdır. Bize çoxlu Spartan lazımdır. Spartan gelsin. Bir tane daha. Velet. Bir tane daha. Çünkü Spartanlar çok iş gördü. Qanıtlılar da az iş gördü. Spartan çünkü bir level yükseltti de çok güçlü oynuyor. Bir tane daha gelsin. Bir daha eləyəcəm. Bize 3 məncə çox bəsdir. Çünkü uşaqlar Spartan çok güçlüdür. Büyücü dediğinizdə. Karşı takım bu arada noobdur. Biz bir dəfə ata atacağıq. Hələ mən onu gözləyirəm. Çünki çox qılınc zarardır bizə. Spartan ama çok lazımdır. Okçuların zaten hiçbir baksana canlar fulldür hamısı. Yani canlar fulldür. Madenler kurtarır. Zaten finişte madenlere bir şey eləsələr önlemimiz var. Ne kadar önlem diyenler varsa bu qılıncın yanında var maden altın. Onu eləyərik ən kötüsü eğer zor durumda qalsaq finalda. Final bölümdə. Boss canavarı. Boş funk çalın. Burada saldıracağım da. Ama qılıncı çok yığılar. Onunla biz de qılıncı abardan. Çünkü qılınc ucuzdur deyə bunlarla kara çeşmək istəyirlər. Karlı yoluna getməyin qardaşlarım. Hatta buradan bir ata sözü. 7 kere düş.
8 kere kal. Ata. Sizin ben. Görürsünüz mü uşaqlar? Qızdılar çünkü bunlar. Let me go. Bakın. 1, 2, 3, 4, 5 tane Spartanımız var. Məncə bu bəs deyil. 6 zor. Hatta mən çıxıram çünki bunlar halledəcəyik bana biliyorsun. Hatta baxın. Bam. Bu kadar. Bu kadar yani asan. Qaçar. İndi bunlar gedib öldürəcəyik. Öldürəcəyik kadar. Düşman hata çeşdi. Çeşsin. Biz de dəstək yollayacağıq onun özlərini. Seri maddəni çeşmək istəyirəm, amma keçənməzdir. Və finish. 20 daha. 20 daha oldu. Uşaqlar 100 satma yerinə gəldik. Vallahi mən bu Spartanı çox yüksəldəcəm çünki bayağı bir şeylərdir. Bu arada kostümlərə gəlsək, kostümlərdə nəyimiz var? Qımzın. Maalesef ki heç nə yoxdur. Oxçunun desən Allah rəhmət eləsin. Spartan desən, Spartan da heç nə yoxdur. Bunda belə versiyonu var falan. Bu arada burada sadəcə budur. Şimşek falan çəkilməz. Biz məncə hazırıq. Bir tur daha ataq. Bu arada deyən burada böyük şeylər gəlirdi. Saf etmirəmsə. Bekləyək. Bu arada oynadığım şu an mod hard moddur. Yəni insane modda oynamağa dötüm çatmır. Hard modda oynuyorum. Bu arada bunun kalkanını da gücləndirəcəyik. Çünki uşaqlar bunun kalkanı usta bizi saxlayan əsas şey kalkandır. Baxaq. O da Spartan. Uşaqlar gəldik. Şu an Spartan kapışması var. Bizə dəstək olaq. Bunlar kalkandan vurur. Bu arada kalkanla vurmak çok el vermiyor. Yine sürü yığacaq. Ne tərdeyirsin. Bax, məntiqsizlik də kalkanla niye vur? Bizim takım aldı. Bizim əsgərlərə nə oldu? Bu arada Azərbaycan əsgər kraldır. Burada oyundakı əsgərlər deyirəm ha. Azərbaycan əsgər kraldır. Neyse 2 tane Spartan. Çünkü bunlar diyen Spartan yığacaq. Bize de Spartan lazım. Tabi qılınclar arxadan bu qabaqdan. Heç uyumsuzluq da neyse. Sıradaki şeyden neyse. Biraz qılınc. Yani qılınclar zakaz edeceğim. Sonra buradan özel güc istifadə eləməyəcəm bu arada. Griffon düşün də əlimdə Griffon'a basır. Özümü öldürərəm də. Tamam. Biraz oxçu. Zaten oxçu bu arada Spartana heç nə eləmir deyə oxçunun sayını biraz azaldacağım. 5 tane oxçu bizə bəsdir. Burada köhnəmə oxçu 300 idi. Bunun qiymətini düşürüblər. Yoxsa mən səhv görmüşdüm. 3 tane, 4 tane, 5 tane, 6 tane falan filan işte. Şu məncə bizə bəs olur uzaq məsafədə. Bir tane de Zakazı'ya sonra Spartan'ı keçək. Spartan. Çünki bunu çox yüksək. Kalkanla full basacağım. Sonra kaskını. Dev açılsa devə eləyərdik də. Bu video az eləyəcəm. Yani. Spartan. Yani büyücü lazım. Çünki bunlar geri itməyə bir tane büyücümüz lazım.
4 dənə eləsək. 4 dənə, hətta 4 dənə madənci eləyək. 4 dənə madənci eləsək bayağı kara keçərik də. Madəncilər də yüksəltməliyik. Sona yaxından ha. Bu sonra siz nəfər hansı son belə bu adını siz deyin, bu kulədən nəsə çıxır, sonra onu vurur devdən şey. Onda Grifonu çağıra bilərəm, amma özüm də ala bilərəm. Əgər alamasan Grifonu çağıracağım. Mən şimdi indi istəyirəm ki, büyücü çağıram. Büyücü çünki 400 deyə 200 versin. Biraz qəribə 800, 1600. Mənim mırtı hesablamam. Orada bunlar hələ 30-ya təzə keçirlər. Hemen attım bir dənə büyücü. Ne? Bu var ya, bu az önce qalxanı belə yerə çatdı falan. Şəkil şükür bro. Biz sanma açmaq istəyirik, kostüm açmaq istəyirik. Ayrı işimiz yoxdur çünki bizim. Və bizim kralino gələcək. Of, bir dənə də yer at. Tamam, bundan nə istəyim? Neyse, geçsin madənlərini yazsın. Çox büyücü bizə lazım olacaqmı? O qədər lazım olmaz. Nə Free Spartan eləyirlərsə bizdə. Bizim onlardan əksiyimiz yoxdur qardaş. Bizdə də 6 dənə Spartan bəs olar. Çünki qılınclar, büyücülər var. Büyücülər bunları geri itəcək. Zaten video ilerleyen kısımlarında görəcəksiniz. Ben Spartan hələ çağıraqmı deyirəm. Çünki bayağı çox altınımız var. 4 dənə madənci abartı oldu deyə. Amma okçu çox eləyirlər. Bizdə də okçuyu çox aldıq. 3 okçu məncə bəs olar. Bir dənə büyücü bizə çox bəs olacaq. Çünki büyücü adamları da alıb püskürtəcək. Az şeyler. Şey gördüm, dev gördüm. Elə bildim dev gördüm. Ancaq çox yeterli qədər şey var. Ona görə büyücü çağıracağım. Full büyücü. Biraz daha qalsınlar, büyücüyü net çağıracağım yani. Biz qılıncları çox çağırmasaydıq, onun yerinə Spartan çağırsaydı daha karlı bir iş olardı. Amma maalesef olmadı. Bu arada çox YouTuber mobildən çəkən YouTuberlar Zaraqqas az olarkən çəkir. Mən Zaraqqam az olanda çəkmirəm. Niyə? Çünki bu mənə qıcıq edir. Zaraqqa az olanda çəkəndə qaqa hər an telefonu sönmə ehtimalı var. Ona görə çox çəkmirəm. Nəysə, biz spamlayaq gənə həmişə kimi. Bax, bir dənə atıram. Bam. 2 dənə büyücü məncə bizə bəst olar. Çünki 4 spamlayacaq. 2 dənə bundan spamlayaq. Zapas. Çünki baxın. Bunlarınki 1 leveldir. 1 level. Yox, deyəm maxdır bunlarınki. Nəysə. Bu deyəm bu maç çox uzun çəkəcək. Orduyu yığmaq konusunda əlbəttə bizim atak eləməyimizi gözləyirlər, amma mən atak eləməyəcəm. Çünki oğlanların %99'u qaçmaqla böyüyür. Ona görə uşaqlar gəldik, ordumuz məncə daha güclü oldu. Zaten 50 olacaq da bu. Mən iyice abartacağım və səviyyəni 2 dənə. Hatta 3 olsun. 3 olsun. 3 olsun, təmiz olsun. Amma olmur maalesef. Məncə atak eləyək yavaşdan. Atak eləyək. Ən mantıqlısı atakdır. Bu arada mən büyücü olmaq istəyirəm. Büyücü hansıdır? Büyücü çox yavaş yerdə büyücü olmayacağım. Bizimkiler hazırda durmur. Çünkü bizim Spartanlarımız maldır. Mal oldu mal. Kır ve gözün taktik. Saldır bilet. Abi videoda çok argo var.
Və bu video çox uzun çəkəcək. Bəli. 39 nəfərə düşdü orada. Bam. Əlimdən gələn bu arada ölürüm. Yəni daha. Çox adamı geri ittirdim də biraz dəstək bayağı. Bam. Bu arada bizde çok azaldı. Bəli, bizde çok azaldı. Bayağı azaldı. 35 nəfər mi falan qaldı, belə qaldı. Okçular çox qəşəng həll elədi bunu. Okçular bir dənə sayğı duruş eləyəcək. Gedib yeri və mat qazanıldı. Uşaqlar son olaraq bizi mən bulunmaq istedim. Və bu videoluk bu kadar. Bu kadar olsun. Sevilirsiniz. Bay bay.